8 nömrəli qapı Babu Sultaniyə adlanır, yəni Sultanlıq qapısı. Tarixdə bu qapı əyanların, hakimlərin giriş yolu kimi tanınır. Onun adı və görünüşü əzəmət və tarixi böyüklüyü təmsil edir. Hərəmin memarlıq gözəlliyini burada açıq şəkildə görmək olar. 9 nömrəli qapı Babur-Ras qapısı adlanır. Bu qapının mənası olduqca ağır və kədərlidir. Rəvayətə görə İmam Hüseyn əleyhissalamın mübarək başı məhz bu istiqamətdən gətirildi. Ona görə də bu ad verilir. Bu qapı kişilərlə xanımların ayrıcı hissəsində yerləşir və bəzi vaxtlarda kişilər və xanımlar bu qapıların sağ və sol hissəsindən giriş-çıxış edə bilirlər. Həmçinin bu qapının qarşı tərəfində, yəni çöldə İmam Hüseyn əleyhissalamın adına olan Cərrahi Səfir xəstəxanası yerləşir. 10-cu qapı Babu Zeynəbiyyə, yəni Zeynəb qapısı adlanır. Bu qapı Həzrəti Zeynəbin adına bağlıdır. Rəvayətə görə o bu qapıdan içəri daxil olub və qardaşının başı üstündə dua edir. Bu qapı səbrin, imanlı qadının, izzətli bacının simvoludur. Bu qapı Telli Zeynəbiyyə tərəfi olan bir qapıdır. Həmçinin bu qapı kişilərin giriş-çıxışı üçün nəzərdə tutulur. İmam Hüseyn əleyhissalamın hər qapısı təkcə bir giriş deyil, o bir mənəviyyat yoludur. Hər biri könüllərə açılan bir qapıdır. Allah bütün arzusunda olanlara Kərbəlaya getməyi və İmam Hüseyn əleyhissalamın ziyarətini nəsib etsin.